Naxçıvan şəhərində yerləşən bəzi yaşayış binalarının fasad örtüklərinin tökülməsi həm bu binalarda yaşayan sakinlərin, həm də ətrafdan keçən insanların təhlükəsi üçün risk yaradır. Üzlü plitələrin sökülməsi binaların xarici görünüşünə də xələl gətirir. Sakinlərin sözlərinə görə bu binalar əvvəlki illərdə təmir olunsa da, istifadə edilən materialların keyfiyyəti uzun ömürlü olmayıb. Xüsusilə güclü külək zamanı üzləmələrin dayanıqsız olduğu daha çox nəzərə çarpır. Bu binanın küləkdənmi, yağışdanmı, artıq panelləri kopur, tökülür, bərbad haldədir. Uşaqlarımız var, qorxuruq, başına tökülər, bir şey olar. Yəni yetkililərdən xahişim budur, gəlsinlər buranı düzəltsinlər, bura bir əl assınlar. Yəni hamımız təhlükədəyik, hər an hər şey ola bilər. Körpü uşaqlarımız var. İlk binadır. Bir də dedilər bura düzələcək. İlk düzələn bina bu oldu. O zaman o birisilər kimi gözəl olmadı hər halda. Sonra dedilər bu yenidən olacaq, yenidən bərpa eləyəcəklər. Heç kimsə bərpa etmədi, amma artıq qopub töküldüyünə görə qorxuruq. Uşaqlarımız təhlükədə. Bunun düzəlməsini rica edirik. Məsələ ilə bağlı Naxçıvan şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, hazırda bəzi ərazilərdə təhlükəli hissələrin sökülməsi və müvəqqəti təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır. Naxçıvan şəhər ərazisində yerləşən yaşayış binalarının üzləmələrində yaranmış mövcud problemlərlə bağlı Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən binaların sayı müəyyən edilərək siyahı tərtib edilmişdi. Yerində aradan qaldırılması mümkün olan hallar isə operativ şəkildə aradan qaldırılmışdı. Belə ki, Naxçıvan şəhər ərazisində yerləşən Babək məhəlləsində olan 25 nömrəli yaşayış binasında cari təmir işləri demək olar ki, artıq başa çatdırılmışdı. Cari təmir işlərinin aparılması mümkün olmayan yaşayış binalarında isə əsaslı təmir işlərinin aparılması məqsədi ilə satın alma işləri həyata keçirilir. Naxçıvan şəhər ərazisində yerləşən Əlincə məhəlləsində olan 18 və 20 nömrəli üzləmələri zamanla tökülən və köhnəlmiş çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması məqsədi ilə artıq satın alma işlərinə başlanılmışdır. Qeyd edək ki, bu binaların artıq layihələndirmə işləri başa çatdırılmışdır və ekspertiza prosesi həyata keçirilmişdir. Xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə işlər ardıcıl və planlı şəkildə aparılmaqdadır. Müsahibimiz həmçinin qeyd etdi ki, Qoçüstü məhəlləsindəki çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri növbəti il ərzində nəzərdə tutulub. Xosrov İbrahimov, Atabey Səyyad, Cavad Hüseynov, NTV Xəbər.